Həftə sonu qaynanamın ad günü idi və mən istədim ona fərqli bir sürpriz edim. Standart hədiyyə almaq istəmədim, çünki hər dəfə alırıq. Daha dəyərli hiss elətdirmək istədim və qərara gəldim ki, ona gül formasında blinçik tortu hazırlayım. Qeyd edim ki, xəmirin hazırlama qaydasını, nələr əlavə etdiyimi sözsüz ki, aşağıda qeyd edəcəm. Videoda isə nələri səhv etmişəm, nələri düz etmişəm, onları sizə izah edəcəm. Çünki məndə ilk dəfə idi ki, gül formasında blinçik tortu hazırlayırdım. Ona görə də müəyyən səhvlərim oldu və onları deyəcəm ki, siz də hazırlayanda etməyəsiniz. İlk olaraq standart blinçik xəmirimi hazırladım. Xəmiri hazırladıqdan sonra minimum 2 saat mütləq saxlamaq lazımdır. Daha yaxşı blinçiklər əldə etmək üçün. TikTok canlı yayımında bir izləyici mənə əllərimi yandırmamaq üçün elə bir variant öyrətdi. Çubuqla götürəndə əllər yanmır. Daha sonra isə kremini hazırlayırıq. Bunun üçün yarım kiloqram qaymağı soyuducuda əvvəl 2 saat öncədən saxladırıq. Daha sonra isə üzərinə qatlaşdırılmış süd əlavə edərək krem hazırlayırıq. Meyvə olaraq şaftalı və çiyələk nəzərdə tutsam da marketdə çiyələk tapmamışdım və şaftalı ilə banan almışdım. Meyvələri maksimum nazik doğrayırıq. Daha sonra isə blinçikləri taxtamızın üzərinə düzüb yaxşıca kremləyirik. Kremi istifadə etdikdən sonra mütləq soyuducuda saxlayın, çünki krem əriyə bilir. Meyvələri üzərinə düzürük, blinçiklərimizi qatlayıb, sonra rulet formasında bükürük. Əsas mənim səhvim buradaydı. İlk xəmiri bu formada hazırlayırıq, mütləq rulet formasında bükürük. Növbəti xəmirləri isə mən təkrar burada görəcəksiniz, gül formasında hazırlayıb açıram. Amma siz bütün blinçikləri bir-bir hazırlayıb, hazırlamış olduğunuz ilk ləçəyə yapışdırın. Yəni, mənim kimi rulet düzəltməyin. Bir dənə blinçikin içərisini kremlədiniz, meyvəsini yerləşdirdiniz. Daha sonra isə ilk ləçəyə yapışdırın. Sonda isə möhkəm bir şəkildə sıxırıq qəlibinə və mütləq təkrar deyirəm, çünki mən o səhvi etdim. Bir gecə soyuducuda saxlayın. Çünki bir gecə soyuducuda saxlamasanız eyni effekti, dadlı effekti ala bilməyəcəksiniz. Soyuducuda qalıb özünə gəlir. Sonda isə üzərinə pudra şəkəri tökürük və qəşəng bir bel bağı bağlayırıq. Mən lent də tapmadığım üçün lentim biraz qısa oldu. Tortumun son görünüşü isə videodakı kimi idi.